Gəlin görək İxlas surəsi özündə hansı sirləri ehtiva edir? Allah Teala buyurur: "Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad." De, o Allah ki, əhəddir. Allah özünə nə bir, yəni ərəbcə vahid, nə tək, yəni ərəbcə fərd, nə də birinci və sair kimi sifətləri demir. O özünə məhz əhəd deyir. Çünki hər bir birin ikincisi, hər bir təkin cütü və hər bir birincinin ikincisi ola bilər. Amma əhəd elə bir sifətdir, elə bir təklikdir ki, heç vaxt ikincini qəbul etməz və ikincisi ondan başqası ola bilməz. Ayrıca Allah Müteal buyurur: Allahu Samed. Allah bütün ehtiyaclardan uzaqdır. Necə ki, İmam Hüseyin əleyhissalam buyurur: Səməd əbədi və əzəli daim olandır, hansı ki, heç vaxt aradan getməyib və heç vaxt da aradan getməyəcək. Və Səməd o şeydir ki, yeməz, içməz və yatmaz, yəni bütün acizliklərdən uzaqdır. Ayrıca Allah Müteal buyurur: Ləm yəlid və ləm yu'lad. Sanki bu ayə bayaq ki, Allahu Səmədin izahı kimidir. Heç bir kəsdən doğulmayıb və heç bir kəsi doğmayıb. Və ayrıca Allah Müteal buyurur ki, وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ. Və heç bir zaman onun misli, onun kimisi olmamışdır və olmayacaqdır. İlahiyyətdə, rububiyyətdə, yəni Allahlıq məqamında və onun sifətlərində, əməllərində heç bir zaman onun şəriki olmamışdır və olmayacaqdır. Vəssalamu aleykum və rəhmətullah və barakatuhu.